var. Bu bayaqlarında Əli Oğuzun özü. Efirdə çıxıb ki, o vaxtı Qənimət Saidin, nə bilim bu Mehman Hüseynovun zadın, onlarla bağlı danışırdı. Ermənilərə işləyirlər, ermənilərlə əlaqədədirlər. Bunu ifşa edən Əli Oğuz bu günlərim çıxıb efirdə deyir ki, Əliyev hakimiyyətinə deyir ki, sən deyir, bunları deyir, elə vəziyyətə qoymuşsan ki, bunlar gediblər ermənilərin qucağında oturub, biz onları qorumalıyıq deyir. Əli Oğuz deyir. Təsəvvür edirsiniz bunu? O vaxtı Mirzəlisi, Mehmanı, nə bilim Qəniməti şəkil qoyurdu. Efirə ki, baxın şəkillər var, ermənilərlə bir yerdədirlər. Şəkil qoyurdu. İfşa eləyirdi. Deyir, ermənilərlə bunlar danışığa gedib, ermənilərlə bir yerdə nədir, oturub dururlar, ermənilərlə nədir, münasibətdədirlər, ermənilər tərəfindən idarə olunur. Bunu Əli Oğuz deyirdi, ifşa eləyirdi bunu. Bilənlər bilir yəni, bu Əli Oğuz izləyənlər bilir bu şeyləri. Nəyə deyirəm mən? İndi bu günlərim çıxıb efirə, dolayısıyla yolla Qənimətçili müdafiə edir. Qəniməti, Mirzəlini, Mehmanı müdafiə edir ki, deyir, onları deyir, Əliyev rejimi siz bu günə qoymuşsunuz, gedib ermənilərin qucağında oturublar. Onları biz qorumalıydıq, qorumadıq millət olaraq. Onlar da baxdı ki, müdafiəsiz qaldı, getdi oturdu erməninin qucağında. Yəni, ay Əli Oğuz, Qənimət Said o qədər mi ağılsızdır, o qədər mi şuursuzdur, ermənilərin yanında gedib oturur. Niyə? O bilmir ki, ermənilərdən bizə nə xeyir var ki? Ermənilərlə bizim nə əlaqəmiz ola bilər ki? Neyniyə bilər? Məsələn, erməni ilə bir yerdə durub, neyniyə bilərik? Hətta buna haqq qazandırır, deyir, ermənilərlə münasibətlər belə olsa, əlaqələr belə olsa, Qənimət Saidin, Mehman Hüseynovun, Mirzəlinin və digərinin, ermənilərlə bir yerdə olsalar belə, yəni ermənilərlə münasibətlər belə olsa, bizə nə kimi ziyan ola bilər ki? Bunu Əli Oğuz deyir. Dolayısıyla yolla bu Qənimət Saidə, nə bilim Mehman Hüseynova, nə bilim digər Mirzəli, dünən ifşa elədiklərini bu günlərin müdafiə edir. Təsəvvür edirsiniz? Dünənlərim ay Əli Oğuz, həmən o şəkilləri də, həmən o erməni ilə bağlı olmaqlarını da hamısını Əliyev rejimi çıxartmışdı ortaya. Bunları ifşa eləmişdi. Sən də həmən materialı götürdün Əli Oğuz, başladın bunları ifşa eləməyə. O vaxtı onda sən Əli Oğuz, Əliyev rejiminə xidmət edirdin, yalan danışırdın, şər atırdın. Hə? İndi ayıldın ki, yox, bunun bizə heç bir ziyanı yoxmuş, ermənilərə xidmət eləsində nə var ki burada? Bunu Əliyev rejimi eləyib də bunu. Yəni, nə oyunlardır belə? Bu ikiyüzlülük nəyə lazımdır? Bu belə olan halda necə birləşə bilərik? Yəni, məsələlərə aydınlıq gətirmək istəyir, gətirə bilmir. Niyə? Çünki vaxtında ifşa eləyib axı. Vaxtında ifşa eləyib. İndi də başlayır onları dolayısıyla müdafiə eləməyə. Güya bu Qənimət ağılsızdır, Mehman ağılsızdır, Mirzəli ağılsızdır. Gediblər bilmədən ermənilərlə əlaqəyə giriblər. Onlarla bir yerdə durublar. Yəni Qəniməti bu ağılsız bilir. Yəni mən başa düşə bilmirəm. Bu adamlar niyə belə eləyirlər ki? Niyə belə 200'dürlər ki? Ha Əli Oğuz, 200'də olanda nə olur ki güya? Hə? Vaxtında nə demişsən, sözün dalında dur da. Niyə qaçırsan ki? Niyə qaçırsan? Sənlə bağlı nə demişəm, sözümün dalındayam. Qabillə bağlı nə deyəcəm, sözümün dalındayam. Cəsarətiniz var, çıxınca sizə sübut edeyim mən dediyim sözləri. Çıxmırsınız. Hamınız məni blok edib qaçmışsınız. Hamınız. Güya bunlar xalqın adamıdır. Həm belə deyirlər, həm belə deyirlər. Yəni mən anlamıram. Yəni bunun harası mübarizədir? Biz bununla hara kimi gedərik? Bununla nəyə nail olacaq? Dünən Erməniyə işləyirdi. Bu günlərim sən deməcə onlar səhv ediblər, ora gediblər. Uca Erməniyə zada işləmirlər də. Bunu İlham Əliyev rejimi məcbur eləyib. İndi adını belə qoyur. Və nətər olur ki, İlham Əliyev rejimi mənim əleyhimə gedib qohumlarımı videoya çəkib şöbədə, bölmədə, polis bölməsində videoya çəkib paylaşırlar. Bu olur doğru. Bunu həqiqət kimi sırayırsınız. Amma bunlar gedir ermənilərlə şəkil çəkdirir, ermənilərlə bir yerdə dururlar. Buna səbəb İlham Əliyev olurmuş. Bu rejim olurmuş. Nədir bu? Nə siyasətdir? Mən bilmirəm. Yəni, bunlar kimdir belə? Bunlar bizi belə xilas eləmək istəyirlər, dostlar. Mən bunların əleyhinə ona görə çıxıram, dostlar. Bu yalanla, bu ikiyüzlülüklə, bu alçaqlıqla, bu rəzalətlə biz heç vaxtı birləşə bilmərik. Heç vaxtı xilas ola bilmərik. Başa düşürsünüz, dostlar.